Bir dəstə gəlir qiyamət günü. Mələklər baxıraq əvvəl. Mələklər baxır. Baxır, görür ki, bunun əməl dəftəri ağappaq, tərtəmiz. Sizin ağlınıza nə gəldi? Yəqin bu günah eləyib, Allah pozub, yox. Başqa söhbətdir bu. Tərtəmizdir. Burada nə yaxşılıq var, nə pislik. Heç nə yoxdur. Mələklər deyir ki, yaxşı, bu pislik eləməyib tutaq ki. Nəsə eləyib də bu axır. 50 il yaşayıb, 30 il, 50 il deyirəm, yavaş-yavaş özüm 50-yə yaxınlaşıram, elə hər dəfə deyirəm 50 il yaşayıb. Məsələn, 30 il, 40 il, 50 il, 60 il yaşayıb da bu nəsə eləyib də, yox, tərtəmiz, ağappaqdır. Ağappaqdır. Mələklər deyir, bu nə işdir? Allah deyir ki, yüz olmasın, siz qarışmayın bu məsələyə. Məcazi desək, mənası belə çıxır sözünün. Sizə dəxli yoxdur. Bu o qədər xalis idi ki, o qədər mənim üçün yaşayırdı və mənlə Razuniya salın dedi ki, bu deyirdi ki, istəmirəm ki, mənim yaxşı işlərimdən mələklər də xəbərdar olsun. Mən də yazan mələklərin gözünü yumurdum, bu yaxşı iş gördü, heç nə yazmırdı. Gör, hara gedib çıxıb, biz bir dənə iş görürük, istəyirik ki, söhbət gəlsin, düşsün, bir təhər bilsinlər mən eləmişəm onu. Hey vurunuxuruq ki, söz gəlsəydi day Allah filan şeyin üstünə, hələ təqvalıq sözümüz demirik. Təqvamız olmasa, hələ təqvalımız belə ya. Təqvamız olmasa, deyir, mən filan elədim, filan kəsi filan. Nə yaxşılığı var, oturur hər məclisdə deyir. Bu gör, hara gəlib çatıb ki, deyim, mələklər də xəbər tutmasın. Allahla öz aləmi var da. Allah da deyir, tutmasın da. Xəbərlər yoxdur mələklərin. İndi ağ vərəqdir. Mələklər deyir, yaxşı, indi bu hara gedəcək? Deyir, ona da qarışmayın. Ona qarışmayın. Onu da mən bilirəm, o bilir. O mənim üçün idi, mən bilirəm, o bizim aləmimizdir. Heç kəs qarışmasın ora. Heç kəs ora müdaxilə eləməsin. Buna deyirlər insan həyatı.